Adım Mehmet'ti. Meşədə quyuya düşmüşəm. Rahim müəllimə xəbər edin. Bükürük, atırıq bunun içine. Gün çıxan yer, şərq. Ora şimal, ora qərb. Atırıq. Gel suyun altında kim daha çok kalır? Elbette. Tamam hazırdır. Ha. 1, 2, 3. Tamam tuz. Tamam. Bir dakika. Lale hanım. Lale. 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 Hey! Lale. Bu laləni deyirsiniz də yəqin ki. Sakit, dincəlirəm. Aman qorxdunuz ha bayağı. Ha, bilmirsiniz ki, lalə su quşudur. Məndən yaxşı üzür suda. O biz ne bileyik? Bir de gördük ki Lale yoxa çıxdı. Qışqırıq Lale, Lale. Lalə, mən gedirəm evə. Uşaqlar, bax gün batıb, da suya girdi yoxdur. Əyninizi geyinirsiniz düz evə, yaxşı? Okey. Yaxşı. Hələlik. Sağ ol. Bak. Böyle şeyleri görüp əsəbləşməyim yeniyim ya. Bunu içirsən, at sibili qabına da. Niye bura atırsan? Murad, məncə sən o qaba diqqətlə bax. Ha. Bir dənə ver al mənə. Bunu? Ha. Bunun içində məktub var ki. Murad, yaxşı da. Yenə piratlardan kitab oxumusan. Robinzon da var idi deyəsən. Belə bir şey idi də, hə? Ben Kapitan Grant'ın uşaqlarının kinosuna baxmışam. Orada da belə idi. Orada da butulka tapırdılar ama köpək balığının içindən. İçində də məktub var idi. Mən onun kitabını oxumuşam. Demək onda biz tanışıq. Hoş gördük dost Holmes. Əgər o mənə də görürsə və geyimi belə qəribə və qədimidirsə, deməli o da hansısa bir kitab qəhrəmanıdır. Dostum, sən o əlindəki su qabını görəndə kimi xatırladın? Paganel. Daha doğrusu alim coğrafyaşünas, Paris Coğrafyaşünaslar Cəmiyyətinin katibi, Berlin, Bombay, Leipzig, Peterburg, Viyana, London, New York Coğrafyaşünaslar Cəmiyyətinin üzvü, Hind Coğrafya və Etnografiya İnstitutunun fəxri üzvü Jacques Paganel Elassen François Marie.
Murad, niyə donub qaldın? Ver atım da onu. Ay yox, gözləyin, mən indi gəlirəm. Olar mən sənə sadəcə paganel deyim? Məncə olar. Sən Kapitan Qrantın uşaqları əsərini oxumusan. Bu qabın içindəki məktub tapan kimi mən yadına düşdüm, elə deyil? Ola bilər.